Kimdir nimət verdiyi kəslər? Hər Fatihədə dua edirdi. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Allah'ım kimin yoluna nimət bizi? Nimət verdiğin kəslərin yoluna. Yaxşı, kimdir nimət verdiğin kəslər? Nisa surəsində ayə onu izah edir. Nisa surəsində ayədə Allah Subhanahu taala buyurur ki: "Və men yuti'illaha və rasulehu feulaika ma'allezina en'ama Allahu aleyhim minən-nebiyyin ve's-siddiqin ve'ş-şuhada'i ve's-salihin." Yəni Allah'a və Rəsuluna itaat edən kimsələr kimlərlə bərabər olacaqlar? Allah'ın nimət bəxş etdiyi peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə və salihlərlə. Deməli, bizim Fatihədə bizi nimət verdiyin kəslərin yoluna öyrət deməyimiz kimlərin yoldur bunlar? Peyğəmbərlərin, sonra sıddıqların, sonra şəhidlərin, sonra isə salihlərin yoldur. Hətta İbn Ütheymin Allamə rahmehullah buyurur ki, bu ayədə çox gözəl bir sir var. O da nədir? Şəhidlərdən əvvəl sıddıqların zikr olunması. Çünki peyğəmbərlər, sıddıqlar, sonra şəhidlər gəlir. Bu da onu göstərir ki, Əbu Bakr radiyallahu anhu Əlidən də, Osmandan da, Ömərdən də Allah olan hamısını razı olsun, onlardan üstündür. Çünki o sıddıqda olsunlar isə şəhiddir. Ona görə Allah deyir ki, minən-nəbiyyinə və sıddiqin. Peyğəmbərlər, sonra şəhidlər, peyğəmbərlər, sonra sıddıqlar, sonra isə şəhidlər, sonra isə yaxşı əməl sahiblər.